Hər bir salamlayıram əziz izləyicilər. Bugün mən sizlərin etibar lətifinin 5-ci sinif məntiq kitabından test 30-un cədvəllər mövzusunun izahını verəcəm. Deməli, birinci sualdan başlayaq. Onu qeyd edeyim ki, ilk öncə kitabımızın video izah və PDF izah qrupu sadəcə 10 manatdır. 10 manat ödəməklə kitabımızın izahlarından və yazılı formada izahlarından tanış ola bilərsiniz. Deməli, birinci sualda cədvəllər mövzusunda ilk öncə biz bu tip cədvəllərdə birinci ilə ikincinin hasilinin üzərinə üçüncünü gəlirik. Yəni 2 vuraq 7 üstə gələk 6. 3 vuraq 5 üstə gələk 8. 7 vuraq 4 üstə gələk 9. 9 vuraq 3 eləyəcək 27. Üstə gələcəm 18 eləyəcək cavabımız 45. Yəni doğru cavabımız 18 A variantı. İkinci sualda. Deməli ikinci sualda 4'ün üstə 9 gələndə 13 eləyir. 9'un üstə 13 gələndə 22 eləyir. 8'in üstə 3 gələndə 11 eləyir. 11'in üzərinə 3 gələndə 14 eləyir. 2'nin üzərinə 3'ün üstə 11 gələn 3'ün üstə 11 gələndə 14 eləyir. 2'nin üstə 9 gələndə 21, 9'un üstə 21 gələndə 30. 7'nin üstə 16 gələndə eləyəcək 23, 16'nın üstə 23 gələndə eləyəcək 39 C bəndi. Üçüncü sualda tənliklər sistemi qurmalıyıq mütləq şəkildə. A plus C bərabərdir 30'a. A plus B bərabərdir 17'yə. Bax, bu plus nədir? C ilə C'nin kəsişməsindəki ədəd cəmi 32'yə bərabərdir. 2C bərabərdir 32'dirsə, burada C bərabərdir neçədir? 16'dır. Baxın, bura kənara yazıram. C bərabərdir 16'dır. C 16'dırsa, A'mız 14 eləyəcək. 16'nın üstə 14 gəndə 30. A bərabərdir 14'ə. A 14'dürsə, B neçə eləyəcək? 3 eləyəcək. B də bərabərdir 3. Məndən soruşur ki, B ilə B-nin kəsişməsi. Yəni B plus B. B plus B də mənə verəcək 3 üstə gələk 3, 6. 6 da mənim B variantımda var. Dördüncü sualda. Dördüncü sualda deyir ki, 8 ilə 9'dan 27 almışam. 8 dəfə 9 72. Rəqəmlərinin 72. Rəqəmlərin tərsi 27. Mən həmişə PDF-lərdə də, yazdığım izahlarda da bu işarəni qoyuramsa, deməli rəqəmlərin yerini dəyişməlidir. 6 dəfə 4 24, tərsi 42. 7 dəfə 5 35, tərsi 53. 3 dəfə 7 21, tərsi 12. Tərs deyəndə yəni rəqəmlərin yerini dəyişirəm. 5-ci sualda kəsişmədir. Yenə 2A, bax yazıram. 2A, 2 dənə A B-yə bərabərdir. 2 dənə B C-yə bərabərdir. 2 dənə C isə 48'dirsə, buradan C bərabərdir 24'dür. C 24'dürsə, 2B 24'ə bərabərdirsə, B eləyəcək 12. C 24'dür. İndi 2 dənə A 12'yə bərabərdirsə, 2 dənə A 12'yə bərabərdirsə, A'mız eləyəcək 6. Məndən də soruşur ki, A plus C'yi. C 24'dür, A 6'dır. Cəmləri eləyəcək 30 A bəndi. 6-cı sualda. 6-cı sualda ABC bir-birindən fərqli natural ədədlərdir. İndi bunu tapmaq üçün həmişə bu tip cədvəllərə operatorlar kimi baxın. Yəni 3 ilə hər hansı bir işarə ola bilər. 8'dən mən 22 almışam. Kəsişməsindəki ədəd alınır. 7 ilə 8'dən 30 almışam. Mən burada 3'ün üstə 8 gəlirəm 11 vururam 2'yə. 7'ün üstə 8 gəlirəm 15 vururam 2'yə. 9'un üstə gəlirəm 5 14 vururam 2. İndi cavab olaraq 9'un üstə 10 gələcəm. 19 2'yə də vuracam eləyəcək 38 D variantı. 7-ci sual. Yenə tənlik kimi yazmaq lazımdır. A vurulsun B 32'dir. A vuraq C 20'dir. C vuraq C kvadratı deməkdir. C kvadratı 25'dirsə, C bərabər eləyəcəkmi 5'ə? C 5'dirsə, bura 5'dirsə, A eləyəcəkmi 4'ə? A 4'dirsə, B eləyəcəkmi 8'ə? Mənə deyir ki, 8 ilə 8'in hasilini tapın. O da eləyəcək 64 C bəndi.
8-ci sualda şifrələr mövzusuna oxşar sualdır. Bütün cədvəl boyunca else və else sözündə rəqəmlərin yerləşmə hissəsi fərqlidir. Baxın, else. Növbətidə də baxın görün. LSE, yəni bir dəfə əvvəldə, bir dəfə sonda, bir dəfə ortada olmalıdır. Sel sözündə də bütün hərflər bir dəfə əvvəldə, bir dəfə ortada, bir dəfə sonda gəlir. Ona görə də bax else sözünün tamamlanır. Lemon sözü tamamlanır. Mənə baxın yazıram bura. F M R. Bir də ki, indi əvvəldə gəldi, sonda gəldi, bir dəfə ortadadır. M sonda gəldi, ortada gəldi, bir dəfə əvvəldədir. F ortada gəldi, əvvəldə gəldi, bir dəfə də sondadır. M, R, F cavabımız eləyəcək B bəndi. 9-cu sual yenə. A üstə gələk B. A üstə gələk B 35-dir. B üstə gələk C 50-dir. Deməli, B üstə gələk C 2A'dır. Bu ifadə eyni olduğuna görə mən burada deyə bilərəm ki, 2A bərabərdir 50-yə. 2A 50-yə bərabərdirsə, A 25-ə bərabərdir. A 25-dirsə, B də 10-dur. A 25-dir. B də 10-dur, C də 40-dır. Məndən A ilə C-nin cəmini soruşur. 25-in üzərinə 40 gələndə cavab eləyəcək 65. 10-cu sualda yenə hasildir. A vuraq B 24'dür. B vuraq C 48'dir. B'yi 4'e vuranda 32 eləyir. B vuraq 4 bərabərdir 32'dirsə, B bərabərdir 8'ə. B 8'dirsə A 3'dür. B 8'dirsə A C 6'dır. 3, 8, 6. Məndən soruşur ki, nəyi? Sual A vuraq C. A vuraq C 3 vuraq 6 bərabərdir 18. B bəndi. Növbəti burada. Yenə operatorlar kimi baxırıq. İlk öncə əgər cədvəllərin kəşfmə bu hissəsində hər hansı bir toplama çıxma əməliyyatı yoxdursa, biz buna operatorlar kimi baxıram. Yəni 3 ilə 6-dan mən 81 alıram. Bayaqki qaydamız kimidir. 3'ü 6'ya vururam, 18 tərsinə çevirirəm. Çox vaxt itirmədən cavaba baxıram. 6'yı 7'yə vuranda 42, tərsi isə 24 eləyəcək. 12-ci sualı silək. Deyir, aşağıdakı cədvəldə hər bir sətir və sütun üzrə yazılan natural ədədlərin cəmi 21'dir. Burada 11 olacaq. 11 olacaq. 21 eləməsi üçün deməli 11 10 eləməsi üçün mən buradan 3 ilə 7 yazıram. 3 ilə 7 yazıram. 7, 7, 14'dür. 21 eləməsi üçün burada 7 yazıram. 3, 7, 10. Burada 11 yazıram. 18. Burada 3 yazıram. 7, 3, 10. Burada 11 yazıram. Bütün şərtlərimiz ödəyirmi? Bəli. Bütün şərtlərimiz ödəyir. Və mənə deyir ki, künclərdə yazılan ədədlər. 10, 18. Cavab edəcək 28. Aha, deməli test 30'umuz bitdi. Test 31'də inşallah görüşərik.